insan rahatlığını mı itirmək istəmir, yoxsa dəyərlərə mi biganədir? Bizim mənəvi mövcudluğumuz da onun skeleti elə o dəyərlərdir. Bizim mənəviyyatımızı təşkil edən sümükləri özümüz sındırdıq. O qədər həccə gedənlər var ki, şərqin o tərəfində Kaylas dağına gedirlər, bu tərəfində Məkkəyə gedirlər. Bu gedənlərin hamısı getdiyinə çata bilirmi? Ayaqla gedilməz o yollar. O yollar mənəviyyatın ayaqları ilə gedilər. Biz razı olduqmu onların itirilməsinə, yoxsa biz adətmi etdik onların itirilməsinə? Evimiz oradan yıxılmağa başladı ki, Allah mərkəzli dünyadan insan mərkəzli dünyaya çevirdik. Zahiri şeylərin arxasında biz məsələn ruhunu itiririk. Nəsiminin dərsini soyurlar, amma Nəsiminin bütün poeziyası Quran qoxur. Ateist deyil Nəsimi. Ondan ateist düzəltmək fikrimiz olmasın. Araşdırmalar da göstərir ki, gənclər əslində dəyərlərə qarşı deyil, amma avtoritar izaha qarşıdır. Həqiqətə qarşı getmək, Budda deyirdi ki, küləyin əksinə tüpürmək kimi bir şeydir. Öz üzvə qayıdacaq. Kirli ağızda dünyanın ən gözəl sözlərini demək, lap Quran ayələrini belə demək şeytana xidmət eləmək olur. Dəyərlər dəyişir deyirik. Bəlkə dəyişən dəyərlər deyil, bizim onlara olan münasibətimizdir. Bəlkə problem zaman deyil, rahatlıqdır. Çünki dəyər məsuliyyət istəyir. Məsuliyyət isə insanı narahat edir. Bugün sözün düzündə çoxlarının düşündüyü, amma az adamın səsləndirdiyi bir sual ətrafında danışacağıq. Dəyərlər dəyişir, yoxsa biz onlardan qaçırıq? Qonağımız isə hər birimizin dəyərlisi, yaxından tanıdığımız Bakı Slavyan Universitetinin dosenti, filosof Müşfiq Ötkün bəydir. Müşfiq müəllim, xoş gördük studiyamızda. Xoş gördük. Müşfiq müəllim, qeyd etdiyimiz kimi bugün çox aktual mövzulardan biri, bəlkə də çox adamın dilinə gətirmək istəmədiyi, amma bu acı reallığı gördüyü, uzaqdan hiss elədiyi bir həqiqət haqqında danışmaq istəyirik. Yəni günü-gündən hər birimiz, xüsusilə də orta yaş kateqoriyasına sahib olan insanlar dəyərlərin, o keçmişin bizi biz edən dəyərlərin yavaş-yavaş eroziyaya uğradığını görürük. Bu məşhur sosiolog Zygmunt Bauman da deyirdi ki, müasir dövr əslində maye modernlik dövrü adlandırırdı bunu. Yəni insanlar artıq dəyərlərdən, artıq insanları məsuliyyətdən və insanı insan edən o dəyərlərdən uzaqlaşmağa çalışır. Çünki dəyər deyilən şey əslində bizi bir yerə sabit saxlayır və bu sabitlik məsuliyyət tələb edir. Məsuliyyət də biraz insanı narahat edir. Dəyərlərin bu dəyişdiyi dünyada əslində dəyişən o dəyərdirmi, yoxsa insanın rahatlığı itirməmə duyğusu? Yəni insan rahatlığını mı itirmək istəmir, yoxsa dəyərlərə mi biganədir? Çox qəşəng məsələni qoydunuz. Əslində insanın ən rahatsız olduğu dövrdür indiki dövrdür. Əgər o belə rahatlıq da ancaq qaçıb bu dəyərlərdən imtina eləyibsə, güya ki, nəfsinə uyğun olsun, çox sıxıntılı, çox bədbəxt bir duruma gəlib düşübdür. İnsan ürəyi intihar edir müasir dünyada. Bu dəyər məsələsi də razıyam ki, artıq bir neçə son 2 əsrdir, 2 əsr, 3 əsr deyək belə, bunu artıq təlqin edirlər qərb sivilizasiyasının öncüllüyü ilə. Bunu hamıya təlqin edirlər ki, daha o qədim dövrlərin bəyan elədiyi həqiqətlər, dini həqiqətlər yoxdur. Zamana dəyişir, dəyərlər də dəyişir, belə bir mütləq həqiqət falan da yoxdur və özünüzü də incitməyin. Amma inanın ki, o dəyərlərin nisbiliyinin elan edildiyi və hətta yeni dəyərlərin təlqin edildiyi bir zamananın evladı kimi böyüdüm və başa düşdüm ki,
bu mənəvi dəyərlər ki var, bunlar heç yan keçiləsi bir şey deyil. İnsanın nətər fiziki mövcudluğu, orqanizmi skelet üzərində durur da, sümüklərin üzərində durur. Bizim mənəvi mövcudluğumuz da onun skeleti elə o dəyərlərdir. Axıcı oluruq Bauman demiş ki, axıb gedirik bu Salvador Dali'nin bir əsəri vardı, mən xatırlayırsınız, saatlar axır gedir, insan da axır gedir. Belə bir axıcılıq yaranıb, çünki struktur yoxdur, onurğası yoxdur müasir adamın. Ona elə gəldi ki, o nəyi istəsə həqiqət yerinə qoya bilər. Ürək qəbul eləmədi. Məsələn, bizim telefonlarımız var da, telefon hansı sistemdədirsə, tam Android sistemindədirsə, ona iPhone-un sistemini yaza bilməzsən. Və ya iOS-dadsa Android yaza bilməzsən ona. Ki bunun matritsası buna uyğun olmalıdır da. İnsanın ürəyinin də matritsası uyğun olmadı bu həqiqətlərə, inkar elədi. Hüzur tapmadı insan, sakitçilik tapa bilmədi. Ona görə məsələn mənim öz həyatımda mən bunun faciəsini yaşadım az qala belə kör kimi axtara. Deyim ki, bir dini ənənələri olan bir ailədə böyümüşəm, yox. Mən axtara 50 yaşımlarında gəldim, çatdım ki, neçə min illərdir insanlar bunu bilirmişlər. Fərqli dinlərdə bu bəyan olunubdur bu dəyərlər və biz bunları itirdik. İtirdiyimiz üçün huzurumuz da pozuldu. İnsanlığımızı da oluştura bilmədik. Onurğası yoxdur bizim insanlığımızın, o dəyərlər yoxdursa, axıb gedəcəyik. Axıb gedəcəyik və belə bu mənada axıcı olduq, çünki skeletimiz olmadı. Bizim mənəviyyatımızı təşkil edən sümükləri özümüz sındırdıq. Valideynlərə sayğını, deyək ki, hörməti, böyüyə hörməti, ondan sonra mərhəmətli, cömərtliyi ki, bu olmazsa olmazmış. Mən məsələn cömərd olmasam, xəsis olsam, yaşaya bilərəm də, mən həyatdan nə qoparıramsa hamısı mənimdir. Yaşaya bilmirsənmiş. Heç insan ola bilmirsənmiş, ata ola bilmirsən, ana ola bilmirsən, evlad ola bilmirsən, müəllim ola bilmirsən. Olursan nəsə bir əldə qayırma bir oyuncaq kimi. Və demək ki, bunların bütün bu mənəvi dəyərlərin hamısını formalaşdırmalısanmış özündə. Ondan sonra sənin idrakın da həqiqət yolu ilə yeriməyə başlayır. Ayağın skeleti yoxdursa, o insan necə yerisin həqiqətə doğru? Bəyən biz fiziki ayağımızla həqiqətə doğru yeririk. O qədər həccə gedənlər var ki, şərqin o tərəfində Kaylas dağına gedirlər, bu tərəfində Məkkəyə gedirlər. Bu gedənlərin hamısı getdiyinə çata bilirmi? Ayaqla gedilməz o yollar. O yollar mənəviyyatın ayaqları ilə gedilər. İbrahimin yolu ilə getmək üçün. Onun üçün sənin mənəvi dəyərlərin olmalıdır, ayağının sümüyü olmalıdır. Nəyi istəsən həqiqətin yerinə qoyanmazsan. Məncə bu ideya fiyasko oldu, hələ daha çox da fiyasko olacaq. Adamlar da bunu görəcəklər. Çünki mənim psixologiyada buna bir normallaşma effekti deyilən bir effekt var. Bir insan bir hadisəni görür, ona uyğun olmayan bir hadisəni görür. Birinci qarşı gəlməyə çalışır. Baxır ki, çox adam tərəfindən icra olunur. Artıq ikinci dəfə ona cavab vermək, əli ilə, sözü ilə hər hansısa bir müdaxilə etmək ehtiyacını hiss etmir, susur. Üçüncü dəfə baxır ki, bunun həcmi çoxalır, kütlə tərəfindən icra olunur, artıq adi gəlir onun üçün. Bu dəyərlərin eroziyası tədricənmi baş verdi? Yəni, biz razı olduqmu onların itirilməsinə? Yoxsa biz adətmi etdik onların itirilməsinə? Konsepsiya dəyişdi. Hər binanın bir dənə daşı var ki, o daşı çıxarsan bina uçur. Bütün daşları çıxaranda bina uçur. Amma o sütunun altında olan daşı götürsən, bina uçacaq. Onu çıxartdıq biz bu binanın içindən. Allahı çıxartdıq. Düşündük ki, məsələn, elm inkişaf elədi.
Bu da insanın narsisizmini çox şişirtdi. Biz özümüz bir rifah dünyası yarada bilərikmiş. Yeri cənnətə özümüz çevirə bilərikmiş. Bütün o metafizik dərinliyi falan sonra düşünəcəklər, amma hələlik sadə adamlar üçün bunu yaratdılar ki, biz yer üzündə cənnət yaradacağıq. Marksistlərin də tezisi bu idi və marksist olmayan kapitalist dünyasının da tezisi bu idi. Ki biz cənnəti insanlara yer üzündə veririk, komfort cənnəti veririk və bütün bunlar hamısı mənə elə gəlir ki, fəlsəfə tarixində çox öyülən və təriflənən intibah dövründən başladı. Humanizmin çiçəkləndiyi dövr kimi sayırlar. Əslində evimiz oradan yıxılmağa başladı ki, Allah mərkəzli dünyadan insan mərkəzli dünyaya çevirdik. Antroposentrik dünya görüşü yarandı. Allahı çıxartdıq və yavaş-yavaş mədəniyyət qurmağa çalışdıq insan mərkəzli, sənət yaratdıq insan mərkəzli, ədəbiyyat yaratdıq, fəlsəfə də başladılar yaratmağa. İnsan, məsələn, Feyerbax oturub durub düşünürdü ki, biz elə bir şey yarada bilərikmi? Əxlaq olsun, amma din olmasın orada. Belə eksperimentlərə getdilər və tək getmədilər. Bütün bəşəriyyəti də apardılar ora. Universitetləri dəyişdirdilər. Universitetlərdən din tədrisi çıxdı, yerinə fəlsəfəni qoydular. Fəlsəfə də mütləq qeyri-ruhani fəlsəfə olmalıydımış və nəticədə insanların beynini yudular. Bir neçə nəslin beynini yudular və insanlar o yeni gerçəklikdə yaşamaq zorunda qaldılar. Yeni gerçəklikdə ailə münasibətləri qurdular, vətəndaş münasibətləri qurdular, qohumluq münasibətləri qurdular və o bütün o dərinlikdən məhrum olmağa başladı. Bu belə tədrici baş vermədi erroziya. Əslində o ciddi fəlsəfi dəyişiklik oldu. O Allahın münasibətlərdən çıxarılması. Təsəvvürləyin ki, uşağı özünə tapşırdılar. İndi məsələ bəşəriyyətin ən böyük problemi nədir? Ki, o düymə kimin əlindədir? O düymələr prezidentlərin əlində olur da, atom silahın düyməsi. Və ən böyük də problem odur ki, məsələn, Trumpa, Putinə inana bilərikmi və ya Kim Çin'inə inana bilərikmi? Heç kim də inanmır onlara. Yəni, bu insan o qədər etibarlı bir varlıqdırmı ki, bütün məsuliyyəti qoyursun sən bunun üzərinə. İnsana inanmaq olarmı? Ona bu boyda elmi sirləri, qüvvələri verdilər. İnsan bunu idarə edə bilərmi? Qorxusuz insan. Allah qorxusu olmadan. Problem budur. Yəni, fəlsəfi problemdir. Ki, insan nə qədər evlənirlər, bir-birlərinə etibar eləmirlər, telefonlarını qurtdalayırlar bir-birlərini. Hanı insana inam, hanı bəs siz danışır? Özünüz qəşəng bilirsiniz ki, insana inanma bu nəfsli varlığa, bu egoist varlığa etibar eləmək olmaz. Buna ancaq o zaman etibar eləmək olar ki, o Allah qorxusu ilə egoizmindən, nəfsindən bir kənara duraydı, özünü düzəldəydi. Özünü düzəldəcəyi bir məqam yoxdur artıq. Özü hər şeyin ölçüsünə çevrilib. Nə istəyir, onu eləyir, özü üçün həyat qurur. Komfortlu bir həyat qurur. Həqiqət də axtarmırlar da. Postmodern mədəniyyətə gəldik, dedilər. Bir həqiqət yoxdur. Kim nəyi həqiqət istəsə yerinə qoya bilər. Çox təkrarlı, siyasət düşünür ki, hansısa bir yalanı çox təkrarlasa həqiqət yerinə sıraya bilər cəmaata. Psixoloqlar da bunun üstündə baş sındırırlar. Nə tər baş verir bu? Həqiqət isə ən dərindəki ürəkləri sarsıdanda həqiqət olduğunu sübut edir. Bəlkə o ürək sahibləri bir millətdə, bir xalqda 5, 6, 7, 8 nəfərdən ibarət olur. Ariflər olur deyəlim ki də. Amma məhz onlar, o Nəsimilər, o Füzulilər, o xalqın ən böyük elitar, ruhani elitası onların ürəyi təsdiqləyir deyə xalq da onların yanında toplanır. Yəni mədəniyyət belə yaşayır. O dərinliklə dəstəklənir. Səthi çoxluqla deyil indiki məsələn sosial psixologiyanın düşündüyü kimi. Ona görə biz dərinliyimizlə əlaqəmizi itirmişik. Ona görə ekzistensial riskimiz artıbdır bizim həyatımızda. O dərinliklə əlaqəni isə qədimlərdə insanlar tapmışdı. Konfutsiyalar, Buddalar,
Zərdüştlər tapmışdılar bunu. Ora qayıtmamız lazımdır. O dərinliklə əlaqəni bərpa eləməmiz lazımdır. Qeyd etdiniz, Müşfiq müəllim, həqiqətən sözün həqiqi mənasında həyatı səthi yaşamaq yox, daha dərindən o dərinliyimizi itirməməyimiz lazımdır. Məşhur alman filosofu Hans Gadamer deyirdi ki, dəyərlər və ənənə əslində insan ağlının düşməni deyil, onun daşıyıcısıdır. Çox gözəl. Bu dəyərlər bizi biz edən o güzdürsə, o əsas qaynaqdırsa, biz bunu körtəbii olaraq müqəddəsləşdiririkmi, yoxsa tamamilə inkar mı edirik? Yəni burada bəzən bir şeyin o ifrat təfrit deyirik. Yəni bir şeyin uc nöqtələri var. Bəzən bir şeyi də həddindən artıq belə üzərində durmaq, onu təbliğ etməyin də yanlış tərəfləri var. Tam körtəbii olaraq müqəddəsləşdirmək. Bir də tamamilə inkar etmək də yanlışdırmı? Yəni o orta nöqtə dediyimiz şey, o fəlsəfədə də sizin qeyd elədiyiniz, o psixologiyada da, Quranda da var. Bəli, Quranda da o vasat yol dediyimiz orta yol önəmlidirmi? Yəni bu dəyərlərin qorunmasında da bəzən olurmu ki, kütlələr, insan, cəmiyyət bəzi dəyərləri həddindən artıq çox böyüdürlər və yaxud da onu müqəddəsləşdirirlər. O artıq insanın belə deyək, yaşamına bəlkə də mane olur müəyyən qədər və yaxud da tam inkar etdikləri zaman da mı zəlalətə mi doğru gedirlər? O maraqlı fenomendir. Bilirsiniz də dinlərdə, mifologiyada şeytan obrazı var. Bəli. İblis. Bu iblis şəkil dəyişir. Və bütün dini kitablar bu iblisdən, maradan özünü qorumağı buyururlar insanlara ki, o çox hiləgərdir və şəkil dəyişəndir. Dinin özünə girir sonra bu iblis. Şəkilçilik yaradır, formallıq yaradır. Məsələn, Quranda Maun surəsində o iblisi göstərir. O riyakarlıq şəkli alır. Tamam ibadətdə olan bir insan, amma xeyirxahlığı yoxdur. Əxlaqı yoxdur. Allah onu rədd edir. Başına dəysin onun ibadəti deyir. Zəlalət də onun halı. Amma cəmiyyət buna çox şeydir. Başa düşürsünüz? Mənə bilirsiniz yazırlar o dəqiqə ki, rəylərdə. Müəllim namaz qılırmı görə? Bax, birinci bunu soruşur. Deyirəm, bu mənlə Allah arasında olan şeydir. Bu sizi niyə maraqlandırır? Mən dişimi fırçalayıram, fırçalamıram. Bu mənim işimdir. Bu mənim fiziki, ruhani gigiyenamla bağlı bir məsələdir. Bu sizi əslində çox maraqlandırmamalıdır. Sizi maraqlandırmalıdır mənim əxlaqım. Bax, bu zahirçilik şeytanın təzə şeydir, formasıdır. Zahiri şeylərin arxasında biz məsələnin ruhunu itiririk. Bax, bu dəyərləri də zahirçi müqəddəsləşdirə dəyərlərin ruhunu qaçırtdılar cəmiyyətdən. Eyni mexanizmlə. Eyni mexanizmlə. Məsələn, Konfutsi deyirdi ki, dini öldürən kənd rahibləridir. Kənd deyəndə, yəni az bilən nəzərdə tuturdu. Çünki elm şəhərlərdə olurdu o vaxt, Çində, qədim Çində, o da elə düşünürdü. Yəni ki, bu dindarların özü dini öldürdülər. İnkvizisiyanın biabırçılığı olmasaydı Avropa dini inkar eləməzdi. İndi onu bizə də təlqin edirlər ki, siz də inkar edin. Bu sizin də inkişafınıza əngəldir. Öz tarixlərini bizə yapışdırırlar ki, siz də eyni kalkadan, eyni şablondan baxın öz həyatınıza. Belə deyil, bizim tariximiz başqa cür olubdur. Oxşar hadisələr ola bilər, amma eyni deyil. Məsələn, Nəsiminin dərsini soyurlar, amma Nəsiminin bütün poeziyası Quran qoxur. Ateist deyil Nəsimi. Ondan ateist düzəltmək fikriniz olmasın. Onu öldürənlər də dindarlardır, cahil dindarlardılar. Amma ki, bu adam özü də canlı Qurandır. Ona görə bizə köçürməsinlər öz gerçəkliklərini. Lakin, bax, bu şeytanın zahiriçiliyi ilə dəyərlərimizi bax belə
selafana saldılar, bezdirdilər bu dəyərlərlə, mənasını itirdilər dəyərlərin. İbadətin mənasını necə itirdilərsə, fərqindəlik çıxdı aradan. Valideynə qulluğun da mənasını, bunu itaət kimi başa saldılar adamlara. Bunu təfriqə saldılar əməlli başlı nəsillər arasında. Ondan sonra mərhəməti, xeyriyyəçiliyi, göstərişçiliyə çevirdilər. Bunun ruhu qaçdı. Ona görə düşünürəm ki, biz bu işin ruhuna qayıtmalıyıq. Yəni, diri ruhlar, diri insanlar bunu anlatmalıdırlar insanlar, olan borcudur. Müşmək, burada gənclər də bizim əsas, belə deyək, kütləmizdir. Yəni, bugün istər sosial şəbəkələr, istər texnoloji artıq inkişafın pik həddini yaşayan bir dünyanın əsas, belə deyək, o kontingent gənclərdir. Araşdırmalar da göstərir ki, gənclər əslində dəyərlərə qarşı deyil, amma avtoritar izaha qarşıdır. Bəli. Yəni, biz gənclərə bunu mütləq etməlisən dediyimiz zaman gənclər o şeydən uzaqlaşır, amma bu şeyi niyə etməlisən səbəbini izah etdiyimiz zaman bir, belə deyək, məntiqli bir qarşısına izah qoyduğumuz zaman onlar daha çox meyl edirlər. Yəni, sualım belədir. Bugün gənclərin dəyərlərdən uzaqlaşmağının səbəbi böyüklərin avtoritar izahıdırmı? Yox. Yoxsa, yəni burada ünsiyyət problemi varmı, yoxsa ümumiyyətlə nəsillər arasındakı konfliktdir? Yox, ünsiyyət problemi budur. Biz elə təsəvvür eləyənmərik ki, bu böyüklər bilirlər, izah eləyə bilmirlər sadəcə. Böyüklər də bilmir. Aydındır. Çoxsu bilmir. İnsanların çoxsunu sən azmış görərsən, deyir Quran. Eynən həmən vəziyyəti yaşayırıq. Böyüklər bilmir. Savadlanıblar, hə. Amma bilmək lazımdır ki, savad bilik deyil. Savadlı olmaq informasiyalı olmaqdır. İnformasiya ölü mətindir. O iş görmür. Həqiqət diri mətindir. Diri olmalıdır. Allahın atributu dirilik olduğu kimi. Həqiqətin də diri bir səviyyəsini yaxalamalıdır. Ruhunu yaxalamalıdır insan. Kim bunu bilirsə, o bunu anlata bilir. Yalnız savadlı dəyər daşıyıcıları, yalnız savada əsaslanan, informasiya əsaslanan, bunlar anlata bilmirlər bunu. İzah eləyə bilmirlər. Konfutsunun çox gözəl bir şeyi var, yanaşması var nitqlə bağlı. Mən həmişə təkrarlayıram, burada da deyəcəm. Nitqdən yalnız ifadəlilik tələb olunur. Bəlağət falan lazım deyil. Ay, belə izah eləyim, belə izah eləyim. Avtoritar da izah eləyə bilərsən, yumşaq da izah eləyə bilərsən. O sənin tipinə bağlıdır. Əsas odur ki, sənin ürəyin buna çatıbmı? Sənin ürəyin buna çatıbsa, sən nə tərsə onu ifadə eləyəcəksən, özünü çox gücə salma. Əsas o olsun səndə. Məsələn, sənin tutalım ki, 100 manatın varsa, sən bir onun 30 manatını paylaya bilərsən də, varındır ki, paylayırsan. Bir də var, yoxundur, amma paylamaq istəyirsən. Deyir, varını verən, deyir, utanmaz, yoxunu verən dəlidir. Bunlar yoxunu verən dəlilərdilər, başa düşürsünüz? Bunlar izah eləməyə çalışırlar, amma özlərində o yoxdur. Öz həyatlarında da o yoxdur. İnsanlarda da həqiqət instinkti var. Danışan adama qulaq asırlar, hiss edirlər ki, bu orada deyil özü. İnanmırlar. Uşaqlar bunu daha gözəl hiss edirlər əslində. Uşaqları heç nəylə aldadanmazsan, konfetlə də aldadanmazsan. Uşaqlar bilirlər ki, bu əmi yaxşı əmidir, bu xala yaxşı xaladır, bu birisi pisdir. Onun ürəkləri ilə gör. Azdan çoxdan insanlarda bu his tam ləğv olur. İnsanlarda da o intuisiya olur və danışan adama diqqətlə qulaq asırlar. O avtoritar da danışa bilər. Amma onun o verdiyi cizgilər. Mən həyatımda
Elə dostlarım olub bir mərhələlərdə. Məsələn, xoşuma gəlməyib onun həqiqətləri. Şapalaq kimi vurub mənə həqiqəti. Zəhləm gedib, heysiyyətimə toxunub. Oğlan olmuşam da, mən oğlan uşağımın heç xoşuna gəlmir kimsə ona tərs bir şapalaqla bir şey anlatsın. Amma getmişəm evə demişəm, adam ağlıdır da, özümdən zəhləm gedib ki, mən nətər özümə qarşı şahidlik eləyirəm, öz əleyhimə, mən o adamı inkar eləməliyəm. Amma o həqiqət deyir deyə mən ona qarşı gedə bilmirəm. Həqiqətə qarşı getmək, Budda deyirdi ki, küləyin əksinə tüpürmək kimi bir şeydir, öz üzümə qayıdacaq. Mümkün olmur. O adam bunu sərt də desə, uyğun olmayan üslubla da desə, o həqiqətdən deyirsə, sən ona tabi olursan. Yumşaq desə, daha gözəl olar təbii ki. Amma belə deyəndə də o şirindir. Həqiqət hər cürə şirindir. Həqiqət olsun gərək adamlardır. Biz adamlara savad veririk, amma həqiqət savad məsələsi deyil. Bilirsiniz, biz 10.000 dənə də ilahiyyatçı yetişdirə bilərik. 100.000 dənə hafiz yetişdirə bilərik. İslam çiçəklənməyəcək bundan. Bu işin zahiri tərəfidir. Kim ki İbrahimin yolu ilə düşəcək, Allah axtarmağa başlayacaq. O tək adamlar, onlar çatacaqlar həqiqətə və onlar bəyan eləyəcəklər həqiqəti. Burada yaşamaq lazımdır. Əzbərləməklə iş olmur. Metod dəyişməklə də iş olmur. İndi bilirsiniz, metod tərəfdarıdırlar. Pedaqogikada da bunu açıblar. Ay belə interaktiv keçək, artisti eləyirlər. Klauna da açırlar dərslərdə. Qrup o uşaqları birləşdirək. Ay bu gün belə irəliyə getmiş bir metoddur. Mən bütün bu şeylərə acı-acı gülürəm. Bu çabalar çox aciz, cılız çabalardır. Buradan da açıq bəyan edirəm. Təhsilin canında istedadlı müəllim durmalıdır. İstedadlı müəllimin metodu onun şəxsiyyətindən doğur. Onun xarakterindən doğur. O necədirsə elə. O biraz didaktik üsul seçəcəksə, xub, elə gözəl olacaq. Müzakirə şeyini seçəcəksə, elə gözəl olacaq. Çünki o orijinaldır. Orijinal adama hər üslub yanaşır. Amma biz məsələn tutam ki, orijinal olmayan, qabiliyyətsiz adamları yığırıq auditoriya, onlardan müəllim düzəldirik. Onlar nə gözəl bir şey eləyə biləcəklər. Lap belə salto vursun tələbələri maraqlandırmaq üçün auditoriyada. Bir addım belə insanları özlərinə yaxınlaşdıramayacaqlar. Özün özüvə yaxınlaşmamısansa, başqalarını bunu ilə necə alışdıra bilərsən? Özün yanmırsansa, necə alışdıra bilərsən tələbələrini? Burada məsələ olmaqdadır. Olan oluşturur. Olmayan varını verən deyir, utanmaz, yoxunu verən dəlidir. Maraqlı, çox maraqlı açıqlamalar edirsiniz müəllim. Çox təşəkkür edirəm. Erik Fromm deyirdi ki, sevdiyini qoruyan insan sakitdir. Sevdiyini qoruyan insan sakitdir. Qorxan insan isə aqressivdir. Dəyərlər əslində bizim sevdiklərimizdir. Biz onu seviriksə sözün həqiqi mənasında sakit olmalıyıq əslində. Bayaq qeyd etdiyiniz kimi. Amma onu zorla qorumağa çalışırıqsa, burada bir aqressiya meydana gəlir. Başa düşün. Bu sualı mən biraz başqa cür dəyişdirərəm. Buyurun. İzin versəz. Buyurun. Burada qorxu və sevginin qarşı-qarşıya qoyulması da Erik Frommda da bu var. Erik Fromm, mən deyim ki, onu tərcümə də eləmişəm. Əsərini cavanlığımda da çox oxumuşam onu. Mənim müəllimlərimdən birisi olub. Amma elə buradan da deyirəm ki, çox da dərin adamdır. 20-ci əsrin ən populyar psixoloqlardandır. Freydin tələbəsi olubdur. Çox hiləgər adamdır. Elmin marketingi ilə işini bilən, bəli. Bir dənə o azadlıqdan qaçış əsərində bir populyarlıq qazandı. Ondan sonra həp istifadə eləyibdi elmin özünü, öz populyarlığını təmin eləmək üçün. Bir dərinlik görmədim mən onda. Oğurluq fikirlərdir də çoxsu. Təəssüf ki. Ona görə bu qorxu və şeyi qarşı qoymaq, sevgini qarşı qoymaq indi də bizim şeylərdə davam edir. Erik Frommdan etkilənmədən, amma bu var.
qarşı qoyurlar bunu bir-birinə. Bu yanlış bir şeydir. Dəyərləri itirməkdən qorxar insan. Məsələn, Quranı oxuyanda görürük ki, Allah deyir, qorxun Allahdan. İndi bunlar da deyirlər ki, sizin kitabınız qorxunamədir. Bu sevgidən danışaq. Belə bir alternativ yaradırlar. Güya ki, o qorxu bu sevgini inkar edirmiş. Məsələn, mənim də həyatımda bu belə olubdu ki, ayağımı sağa qoydum, gördüm ki, yol əyilir. Sola qoy, yaxşıdır, indi belə getdim. Sonra biraz belə, sonra Konfutsiyadan bu sözə rast gəldim, çox sevindim. Deyir, mən ömrü boyu buz üstündə yeriyirmiş kimi yeridim. Yəni, hər çırtıltıya qulaq asırdım, düzmü yeriyirəm. Yolu belə bilmək lazımdır. Və sən Allahın qoyduğu cizgilər var, bax o dəyərlər var. Onlardan kənar qoyursan ayağını, görürsən ki, həyatın getdi fəlakətə uçur. Hadisələr üstüvə gəlməyə başlayır. Ondan sonra qorxursan. Bu doğrudan bu görünməyən divarlardır. Başımı ona vurmaq lazım deyil. Bu görünməyən relslərdir. O orta xətti odur. Tapın o relsi. O işləyən orta xətti tapın. Özünüz axtarışla tapın. Bununla bağlı maraqlı bir buddist pritça var da. Orta əsrlərdə bir ustad yaşayıbdı, buddist ustad. Onun kitablarda rast gəldim, çox xoşuma gəldi. Deyir ki, birisi bunun ustaydı, bir dükanı var idi bunun. İşçi gətirir, dükanına bir lövhə vurmaq istəyir. Deyir, bax, qaldır biraz sağa, biraz sola, indi lövhəni yerləşdirirlər. Oranı qeyd elə. Bu da qeyd eləyir. Sonra deyir ki, yalandan bu gedib mismar gətirənə qədər, çöküc gətirənə kimi deyir ki, başda yerini dəyişdirdim də, əlim çaşdı, yerini dəyişdirdim. Amma yerini qeyd eləmişdi. Usta ona deyir, biraz sağa, biraz sola, biraz yuxarı, belə çəkir onu, əvvəlki yerinə qoyur. İndi bunu Yapon pritçasıdır, bunlar sevirlər belə şeylər. Qoyur yarımçıq ki, siz belə usta olacaqsınız. O divarda onun dəqiq yeri var, amma o cızılmayıbdır. Bax, o orta xətt eləcə bir şey, o görünməyən relsdir. Amma sən ömrü boyu ayağı sağa sola atmaqla o işləyən relsləri hiss eləməlisən. Və qorxmalısan ondan uzaq düşməkdən. Qorxmalısan Allahın qaydalarını, yasalarını pozmaqdan qorxmalısan. Sonra onların üzərinə gedəndə isə böyük səadət yaşadığını da görəcəksən. Əvvəl görürsən ki, ondan kənarda həyat yoxdur, o qanunlardan, o dəyərlərdən kənarda. Dəyərlərin üstünə düşəndə görürsən həyatın çiçəklənməyə doğru getdi. Ondan sonra daha çox sevirsən onu. Sevgi sonra yaranır. Əvvəl başa düşürsən ki, sənin alternativin yoxdur. Səni başlı başına buraxmayıblarmış. Olmazsa olmaz bir yerlər var, onu sən özün tapmalısan. Yoxsa insan belə ola bilmirsən. Çox üzr istəyirəm, bəlkə biraz danışdım. Yox, hər şey qaydasındadır Müşməm. Müşməm, qeyd elədiyiniz kimi, yəni bir insanı insan edən onun dəyərləridir və qeyd elədiniz ki, hər kəs özü tapması lazımdır o dəyərli yol. Ata oğluna verənmir bunu. Yəni siz hesab edirsinizmi ki, yəni sözün həqiqi mənasında, yəni bizim cəmiyyətdə bu maarifləndirmə olmasa, yəni hər kəsin öz o intellektual səviyyəsi, o dəyərləri tapacaq gücdədirmi? Necə düşünürsünüz bu mövzuda? Yox, amma müəllimlər özləri tapmalıdır. Savadla bu olmayacaq, bunu dəqiq bilsinlər. Aydın. Böyük müəllimlərdən ilham ala bilərsən. Amma yalnız o böyük müəllimlərin sözlərini əzbərləməklə ağıllı ola bilməyəcəksən. Dünyanın ən müdrik sözləri axmaq ağızda çox pis səslənir. Tam tərsini effektini verir. Doğru. Kirli ağızda dünyanın ən gözəl sözlərini demək, lap Quran ayələrini belə demək şeytana xidmət eləmək olur. Doğru. Təəssüf ki, bu belədir. Ona görə sən çox önəmlisən. Sənin əxlaqın çox önəmlidir. Sənin həyatın çox önəmlidir. Bax, bu mənada dəyərlərdə sualınız bir də dəqiqləşdirir misiniz? Yəni hər kəs
Müəllimlər, bu müəllimlərdə belə olmalıdır. Hər kəs təbii ki, özü gəlib çıxa bilməz buna. Real danışmaq lazımdır. Məsələn, Konfutsi deyirdi ki, nəcib kişilər külək kimidir. Balaca adamlar ot kimidirlər. Onlar hara əsillərsə, balaca adamlar oraya meyllənəcəklər. İndi təəssüf ki, cəmiyyətdə nəcib kişilər külək əstirmirlər. Mədəniyyət, kütləvi mədəniyyət sahiblənib insanlara. Ləzzətçi, hedonistik bir mədəniyyət at oynadır. Televiziyadan, nə bilim, incəsənətdən. İncəsənət özü də həqiqətlə bağını qoparıbdır. Biz azad olduq. Sən azad ola bilərsən, həqiqətdən azad ola bilməzsən. Həqiqətdən azad olursansa, heç nə olursan sən. Ona görə o küləklər olmadığı üçün o dediyiniz balaca adamlar da ki, özləri tapanmırlar, onlar o küləklərə meyllənirlər və tam fəlakətli bir duruma gəlirlər. Çox qəribədir ki, qədim müqəddəs kitablarda da, Quranda da belə bir fikir yoxdur ki, hamı bu müsəlman olacaq. İstəyirəm ki, az bir qism olsun içərinizdə doğrunu, ədaləti göstərə bilən. Yəni, mənə bunu dedi ki, Allah çox pragmatik yanaşır. Təbii ki, hər kəs o yolu tapamayacaq. İnsanların çoxsu azınlıq içində olacaq. Amma o müəllimlər də indi biz yanlış adamlara müəllim deyirik sadəcə olaraq. Savad almış adam hələ müəllim deyil. Savad almış mühəndisdir. Amma əxlaqın savadını almaqla əxlaqlı olmaq deməkdir. Əxlaq haqqında dissertasiya yaza bilərsən, əxlaqlı olmaya bilərsən. Əxlaqı isə ancaq o birisi adam, müdrik adam anlata bilər. Doğru. Dissertasiya yazmış yox. Müşfiq müəllim, deməli bu Viktor Frankl bilirsiniz, o məna anlayışı üzərində çox bütün belə deyək də yaradıcılığını, elm araşdırmalarını məna anlayışı üzərində, insanda məna anlayışı üzərində qurur və o hər kəsin bir məna həyatına qoyduğu zaman həm həyatda xoşbəxt olur, həm uğurlu olur, həm həyatını onun üzərinə bina edir deyirdi. Son olaraq bəlkə elə bunun bu məna axtarışı içərisində biz əgər dəyərlərə bizim üçün bir məna olaraq görsək ki, yəni bu dəyərlərimiz bizim həyatımızı mənalandıran şeylərdir əslində, onları həyatımızdan çıxartdıqca həyatımız mənasızlaşır, əgər bu tezislə belə razılaşsaq. Bir də bayaq çox önəmli bir xüsusa diqqət çəkdiniz. Hedonistik bir mədəniyyət formalaşır, hər şey həzz üzərinə formalaşır və bu əgər o mənanı biz o əxlaqi dəyərlərin cəm olunduğu o mənanı götürdüyümüz zaman onun yerini mütləq kainat deyir boşluq qəbul etmir. Onun yerini populyarlıq, maddiyyat, bəli, ideolojik fərqli yollar tutur. Yəni burada bizim üçün, xüsusilə də gənclər üçün tövsiyəniz nə olardı? Yəni bugünkü zamanda siz öz ətrafınızdakı həm tələbələrə, həm gənclərə həyatlarını mənalandırmaq üçün, xüsusilə də bu dəyərlərimizdə burada deyək bir resept yazası olsaq, nə tövsiyə verərdiniz? Çox yaxşı dediniz ki, məna yoxdursa, əslində heç mənəviyyat da yoxdur. O mənaların qiymətini bilmirlər də. Məsələn, bir gəlib alırlar əllərindən, o daşları çıxarırlar binalarından, binalar uçur. O ustadlar da qalmayıb ki, desin ki, o daşı çıxarma yine, o daşı çıxarsan mənim binam uçacaq. O mənalar. Mənalar qısa şəkildə necə yaradılır? Məna yapdığın, elədiyin işlərə bax. Düşündüyün fikirlərə bax. O fikirlər, o əməllər sonsuzluqla uzlaşmalıdır. Əbədiyyətlə uzlaşmalıdır. Kamilliklə uzlaşmalıdır. Əgər sonsuzluqla uzlaşa bilmirsə, harmoniya təşkil edə bilmirsə, at o fikri, at o əməli. Mənasızdır demək. Mənalı olan şeylər sonsuzluqla, əbədiyyətlə harmoniya içərisindədir. Məsələn, dində bunu deyir, axirət anlayışı ilə.
Bir axirətindən bax buna. Bu elədiyin iş doğrudurmu yoxsa doğru deyil? Çünki axirətdən baxanda xeyirxahlıq çox mənalıdır. Acı doyuzdurmaq çox mənalıdır. Yolda qalmışa kömək eləmək çox mənalıdır. Axirətdən baxanda ata-anaya qulluq eləmək çox mənalıdır. Onları məmnun eləmək çox mənalıdır. Acılamaq mənasızdır. Çox peşman olacaqsın. Sonsuzluqla müqayisə eləyə-eləyə, əbədiyyətlə müqayisə eləyə-eləyə həyatında mənaları tapıb yerinə qoyacaqsan. Bunu başqasından da almaq mümkün deyil. Ona görə mən resepti də belə xüsusilə deyirəm ki, sən özün məna yaradıcılığında yaradıcı olmalısan özün. Özün qoymalısan o da sənin üçün əhəmiyyət kəsb eləməlidir olar. Ola bilsin ki, bunu evladıma belə ötürə bilməyəcəksən. Amma bu cürdür. Aktiv olmalıdır insan ruhu ki, insan o mənaları həyatında tapa bilsin, sonra da qoruya bilsin. Müşfiq müəllim, çox təşəkkür edirəm sizə. Çox dəyərli vaxtınızı gəldiniz. Bizimlə çox dəyərli bir mövzunu müzakirə elədik. Suallarımız çoxdur sözün həqiqi mənasında. Könül istərdi ki, daha uzun danışaq, daha geniş müzakirə aparaq. Sadəcə verilişimizin müddətinə görə burada yekunlaşdırırıq. İnşallah növbəti verilişlərdə, növbəti çox aktual mövzularla sizin fikirlərinizi bölüşmək və izləyicilərimizə çatdırmaq bizim üçün şərəf olardı. Çox təşəkkür edirəm. Suallarınızda mən sizə təşəkkür edirəm. Həzz aldım. Çox sağ olun Müşfiq müəllim. Bəli, əziz izləyicilərimiz, dəyərlər sındığı üçün yox, daşınmadığı üçün yox olur. İnsan dəyərindən vaz keçəndə azadlaşmır. Sadəcə özünü əsaslandıracaq yeni bəhanələr tapır. Dəyər insanı məhdudlaşdırmır. Onu özündən, insanın özünə edə biləcəklərindən qoruyur. Onsuz insan rahatdır, amma istiqamətsizdir. Bəlkə də bugün problem dəyərlərin azalması, onlara görə nəyisə itirməyə hazır olmamağımızdır. Son olaraq unutmayın, ən dəyərli insan öz dəyərlərini bilən və onunla yaşayan insandır. Sağ olun, sağlıqla qalın.